Bugünkü qonaqlar bizim qazilərimiz, veteranlarımızla iştirak edəcəyik. Biz qərarı aldıq ki, icra hakimiyyətindən bir yerdə artıq müntəzəm olaraq bütün şəhid ailələrini tam əhatə eləməklə bizim belə maarifləndirici tədbirlərimiz keçiriləcək. Və həmin tədbirlərdə həm bizim vətən müharibəsi iştirakçıları, həm şəhid ailələri və həm də əsas olaraq gənclərimiz iştirak edəcək ki, həmin şəhid ailələrini tanısın, həmin müharibə veteranların və qazilərin tanısınlar, öz tariximizlə, Birləşiklərimizin qəhrəman oğullarıyla və onların keçdiyi həyat yoluna yaxından tanış olmaq. Mən bir daha Gənclər Evinin direktoru kimi hər birinizə təşəkkür edirəm. Öz adımdan, kollektivim adımdan, gənclərimiz adımdan ki, dəvətimizi qəbul eləmişsiniz və bugünkü görüşdə iştirak edirsiniz. Təbii ki, burada deyilən əsasdır, şəhid ailəsi tərəfindən deyilən heç bir söz qeyri-səmimi qəbul olma bilməz. Bu fikirlər səmimidir, deməlisiniz, danışmalıyıq, müzakirə eləməliyik, eşitməliyik, ortaq bir qərara gəlməliyik və sizin də könlünüz hər zaman şad olmalıdır. Şəxsən, indi ola bilsin, yəni yaşda gənc olduğuma görə əksəriyyətinizlə əyani tanış deyiləm, amma artıq 4 ilə yaxındır ki, fəaliyyət göstərən Gənclər şəhidlər, vətənpərvəri istiqamətində kifayət qədər işlər görür. Biz ilk dəfə rayonun ilk yerli məhsul olan 4 qisasçı adlı sənədli filmini çəkmişik və burada olan bəzi şəhid ailələrimizin də bir qismi o görüşdə iştirak edirdi. Şəxsən öz gücümüzə və öz maliyyə hesabımıza. Hər həftə bizdə vətənpərvərlik bölməsinin rəhbəri şəhid bacısı Əlizadə Nərmanın bacısı Aydan xanım bizdə çalışır. Hər həftə gənclərimizlə birgə şəhid ailələrini ziyarət edirik. Onları tanıdırıq, təbliğ edirik, təlqin edirik. Qazilərimizlə, müharibə veteranlarımızla görüşlər təşkil edirik. Və bir müharibə veteranımız, hansı ki bizdə çalışır, Elmir, vətən müharibəsi iştirakçısı olduğuna görə, şəxsən göstərdiyi qəhrəmanlığına görə bizim tərəfimizdən burada işlə təmin olunur. Bizim də borcumuzdur, təbii ki bunu mən hesabat xarakterində bölüşürəm. Amma bu bizim həm bir insan kimi, həm də bir vətəndaş kimi borcumuzdur ki, bunları eləyək. Və düşünürəm ki, biz şəhid Hilal əməkdə olmuşuq biz. Ziyarət eləmişik. Nəzərə alaq ki, şəhidlərimizin sayı az deyil, çünki biz qəhrəmanlar diyarıyıq və bunun birinci Qarabağ şəhidləri də var və artıq hardasa təxminən mən fikirləşirəm 40 ailədən çox ailədir ki, biz ziyarət eləmişik. Təbii ki, bu növbəli şəkildə olacaq. Hər kəs ziyarət eləyəcək, hər kəs dəvət eləyəcək, görüşəcək, hər kəsin qəlbini alacaq, hər kəsdən daha yaxından səmimi ünsiyyətdə olacaq. Ümumiyyətlə, sizin hər birinizə öz təşəkkürümüzü bildiririk. Buradan şəhid vaxtlarıyla onların dəqiq yoldaşları iştirak edirlər. Yəni, bu status olaraq mənəvi bir haqdır və bu mənəvi bir haqqında daşıyıcıları olaraq sizə bir təşəkkür borcumuz düşür ki, bu günləri gənclərimizlə görüşüb, bu vətənpərvərlik ruhunda gənclərimizin böyünəndə bir əziyyətimiz var. Bu günləri siz burada iştirak edirsiniz, dəvətinizi qəbul eləmişsiniz. Və bununla bağlı çox şey danışmaq olar. Ümumiyyətlə, mən Allahdan sizin hər birinizə səbr diləyirəm. Bu vətənin uğrunda, bu torpaqların, ərazi bütövlüyünüzün təmin olması uğrunda öz övladlarınızı qurban vermişsiniz. Vətənin oğulları, yəni sizin oğlunuz deyil, el oğludur. Və bir el bitirmişik, el igidlərimizdir bizim. Bugünkü tədbirimizin də məğzi gənclərimizi tanış edilməkdir və biz çalışacağıq ki, bu fəaliyyətdə, bu yöndə də daha effektiv bir əmək göstərək ki, daha çox gənclərimiz tanış olsunlar. Ümumiyyətlə, indi burada biz tədbirdən belə deyək, qabaq biraz danışıqlar oldu. Mən bunu demək istəyirəm ki, yəni bugünkü dövrümüzdə hal-hazırki vəziyyətdə müəyyən qədər bizlər, məsələn, mənim vəzifə borcumdur və bizlər sizlərlə işləyirik, daha çox yaxından tanıyırıq. Amma zaten onsuz bu tədbirin məqsədi, bu formada təşkil olmanın məqsədi sizləri gənclərimizə, rayonumuza tanıtmaqdır. Bunu sosial şəbəkələr üzərindən olsun, istəyir əyani olsun, bu tanışlığı yaratmaq, təməlini qoymaq və bundan sonraki axarlı fəaliyyətini təmin edilməkdir. Yenə də çox sağ olun, dəvətimizi qəbul edib iştirak eləmişsiniz. Gənclərimizə öz təşəkkürümüzü bildiririk. Bu bizim ən birinci olaraq mənəvi borcumuzdur. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Çox sağ olun. Odur eyli, odur nəfəsli diyarı, ocağına can qurban Azərbaycan. Əziz sən də əyilməyən vüqarımsan, uçağına canım qurban Azərbaycan. Savaşlardan çıkan zaman
formatına görə ancaqlı hiss ola bilər, amma bunu kənara qoymaq lazımdır. Bizim əsas məqsədimiz də budur. Burada da elə şəhid ailələrinə də fikir bildirmək istəyirəm ki, onlar da sizdən sadəcə bir şəhid atası kimi yox, ata-bala, baba-nəvə kimi davransınlar və öz sənəli hisslərini bölüşsünlər. Çox sağ olun, minnətdarım. Mənim sualımın qarşımda ilk öncə şəhid ailələri, yaşlıları, anaları, gəlinləri, yuvatları, qardaşları salamlayıram. Çox sağ olun ki, gəlmişsiniz. Allah sizi seviyorum. Siz də dua edin, gəlirsiniz. Təşəkkür edirəm. İstəyirəm ki, bütün şəhidlər bir də yapışıqla yardım edin. Sizin kimi şərəfli valideynlərin, şərəfli oğulların, şərəfli valideynlərin qarşısında danışmaq mənim üçün həqiqətən də qürur vericidir. Sizin üçün heç bir sualım yoxdur, çünki sizin qürurlu, şərəfli igid oğullarınız nəinki mənim, bütün dünyanın, düşmənin də suallarına layiqincə yerində cavab verir. Heç bir sualım yoxdur və istəyirəm ki, sadəcə bir, məsələn, indiki gənclərə öyüd, nəsiyyət verəsiniz. Çünki başqa sual verməyə haqqım da yoxdur. Dediyim kimi sizin övladlarınız ən gözəl, ən şərəfli şəkildə düşmənin də, bütün dünyanın da suallarına cavab verirlər. Qan qarışmış o torpağa, sönmüş şəhid həvəsi var. Qurban olun, yavaşdır. O torpaqda, o səhrada, o dağlarda, qara şallı bir ananın dağlar boyda yarası var. Yavaş deyin, yavaş yürün. Yavaş salın siqnalları. Bir ananın, bir atanın dağlar boyda yarası var. Sağ olun. İştirak edirik belə tədbirlərdə. Şəhidlərimiz sağ olsun, vətən sağ olsun. Bizim diqqət göstərmək sadəcə borcumuzdur. O qəhrəman övladları yetişdirən o analardır, atalardır və vətən uğrunda canı qoyanda əsas bizim şəhidlərimizdir. Bütün təşəkkür onlara düşür, bütün alqışlar onlarındır, bütün qürur onlarındır. Valideynlərinə Allahdan sadəcə səbr arzu edirəm. Çünki yükləri, dərdləri böyükdür. Biz ancaq diqqətimizlə təsəlli ola bilərik və düşünürəm ki, az da olsa biz onu eləyib, onların heç olması könlünü xoş edən birik. Mən hər birindən təşəkkür edirəm ki, iştirak edirəm. Tədbirlərimiz inşallah davam edir. Sağ olun. Təşəkkür edirəm, uğurlar arzu edirəm.